Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Usalli ve usallim ala seyyidil mursalin nebiyyina Muhammed ve ala alihi ve sahbihi selleme teslimen kesiren ila yevmuddin. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Allah Azze ve Celle'nin izniyle Şeyhülislam Muhammed bin Abdülvehhab'ın İslam dininin əslini müxtəsər şəkildə öyrədən kiçik bir risaləsi var. Bu risalənin üzərindən İslam dininin əsli nədən ibarətdir? İslam dininin əslinin həddi nədən ibarətdir? İnşallah bunu nə edəcəm? Zikr edəcəm. Bu risalənin üzərindən şərh edəcəm. Məqsəd ondan ibarətdir ki, insan İslam dininin əsli nədir və bunun içərisində nələr daxildir, bunu bilsin, öyrənsin. Bunu bilməməyin təhlükəsi nədir? Bunun bilməməyin təhlükəsi çox dəhşətli bir şeydir. Ki, bugün canlı həyatda biz onu nə edirik? Yaşayırıq canlı həyatda. Və bu keçən 5-10 ildə təcrübəsindən insanlar bunun anlayan təbii ki, ağıl sahibləri zərərini nə edirlər? Şahid olublar, görüblər. Bu anlaşılmadıqda insanlar İslamın girişi necə baş verir, onu nə etmirlər, bilmirlər. Əhl-i sünnət dəvətini iddia edən çoxlu cəmaatlar bu ölkədə və yaxud da ölkənin xaricində bu şeyi insanlara təhrif olunmuş şəkildə nə edirlər, çatdırırlar. Burada öz vaqiəmizə baxsaq görürük ki, 20 ilə yaxında əhl-i sünnət, sələf, salih, sahabənin fəhmi və s. Yəni, şüar bundan ibarət olaraq dəvət edilir. Lakin insanlarla tanıdığımız səbəbi ilə görsənən, bildiyimiz odur ki, tövhid etiqadları doğru deyil. Yəni, tövhid naqisdir. Bir qismi var, bir qismi yoxdur. Elə bir qismi yoxdur ki, əhəmiyyətli hissəsi, onun olmaması, ümumiyyətlə tövhidin olmaması deməkdir. Sadəcə fərqində deyirlər. Allahı ibadətdə birləmək vacibdir. Buna etiqad edib, məscidlərdə, namazda, Ramazanda Allah Azze və Cəllənin ibadətdə birləyib, şirkin növlərini axtarıb tapıb ondan çəkinirlər. Lakin tövhidin digər hissəsi ilə nə etmirlər, əməl etmirlər. Etiqadlarında da yoxdur. Şirk edənlərlə bağlı misal üçün deyirlər ki, şirk edənlər müsəlmandırlar. Mücərrət İslam müntəsib olduqları kifayətdir. Cahil olmaqları bunlar üçün üzrüdür. Və yaxud da tövhidə aid olan misal üçün tövhidin rukunlarından olan tağuta küfür məsələsindən ümumiyyətlə cahillər. Tağutun kimliyini belə bilmirlər. Yanlarında tağut dedikdə elə bir ki, ilk dəfə eşitdikləri bir söz olur ki, tağut kimdir? Və yaxud da öz onları saptırıb yönəldən tələbələri, müəllimləri, onları elə bir biabırçı hala salıb ki, belə şeylərlə istehza edirlər. Yəni, tövhidin bu hissəsindən danışanda belə biraz elə bir ona gülməli şey kimi baxırlar. Bu bizim vaqiəmizdir. Səbəb ondan ibarətdir ki, İslam dininin əslini təfsilatlı şəkildə bilmirlər. Misal üçün, onlar Muhammed ibn Abdülvəhhabı tanıyırlar, eşidiblər. Şeyx Muhammed ibn Abdülvəhhab Ət-Təmimi kitablarından da xəbərləri var. Tövhid kitabı, Kəşf-ü Şübhə. Ancaq şeyxin elə kitabları var ki, onlara oxunmayıb. Adları belə deyilməyib onlara. O kitablardan da birisi budur. Aslu dinul İslam və qaidətuhu əmran. 20 ildir bu şeyin üzərində vaxt keçirdilər. Ancaq soruş, bu kitabın adı, xəbərləri yoxdur. Yəni, cahil təbəqə. Lakin tələbələrin təbii ki, xəbəri var bu şeylərdən. Lakin nə etmirlər? İnsanlara təbliğ etmirlər. Kitmanul elm deyilir buna şəriət. Yəni, kətm edirlər bu şeyi. Gizlədirlər, insanlar nə üçün anlasalar, elə birinci özləri ilə düşman olacaqlar ki, niyə bu şeyləri biz anlatmamışsınız? Aslu dinul İslam, İslam dininin əsli. Risalənin adını Şeyx Rahiməhullah bu şəkildə qoyub. Aslu dinul İslam və qaidətuhu əmran. İslam dininin əsli və onun iki əsas qaidəsi. Qaidə sözü, əsl sözü sinonim sözlərdir, muradif sözlərdir. Yəni, bir-birinə yaxın mənalı sözlərdir. Nə deməkdir bu? Yəni, bütün həyatda nə varsa, din, dünya olaraq hər şey
bölgü halındadır. Hər bir şeyin əsli olur, onun təfərrüatı olur. Yəni, İslam dininin əsli dedikdə o deməkdir ki, yəni İslam dinində birinci şey, lor dilində desəm, İslam dinində yəni ən mühüm şey, birinci lazım olan şey, əsl. Aslı, dinul İslam. İslam dininin əsli. Yəni, bir insana İslam vəzfi, müsəlman hökmü, bu əsl əgər onda varsa verilir. Əgər bu əsl yoxdursa, ona hökmdə verilmir. Yəni, İslamda olan bütün hökmlər hamısı bu əslin üzərinə bina edilir. Bu əsl varsa, kişinin dini var və o dinin adı İslamdır. Əgər bu əsl yoxdursa, demək ki, o insanın dini yoxdur. Və əslən bu kəlmə kitab və sünnətə yad bir kəlmə deyil. Yəni, kitab və sünnətdə Allah və Rəsulu, yəni bu kəlməni nə ediblər? İstiməl deyirlər. Yəni, şəriətdə istifadə edilmiş bir kəlmədir. Yəni, bidət kəlmə deyil, şəriətə yad kəlmə deyil. Allah Azza və Cəllə İbrahim surəsində 24-cü ayətdə buyurur ki, Ələm tərə keyfə darəbəllahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə. Gördünmü? Allah gözəl kəlmə barəsində necə misal çəkdi? Və onu kəşəcərətin tayyibə, gözəl, pak bir ağac kimi nə etdi? Misal verdi, misal çəkdi. Bütün təfsirçilər ittifaq edib ki, bu ayətdə deyilən kəlimətən tayyibətən, tayyib, pak, gözəl kəlmə şəhadət kəlməsidir. La ilahe illallah kəlməsidir. Allah Azza və Cəllə Allah Rəsuluna belə bir sual edir ki, yəni gördünmü sənə Rəbbin necə misal çəkdi? Gözəl kəlməni, yəni şəhadət kəlməsini bir gözəl ağacla nə etdi? Qiyas etdi. Bir-birinə bənzətdi. Asluha səbit və far'uha fis-səmə. Ardınca Allah Azza və Cəllə buyurur ki, həmən ağacın əsli yerdə sabitdir. Və far'uha, far budaqlar deməkdir. Budaqları isə səmaya doğru şaxələnir. Allah Azza və Cəllə tövhid kəlməsini, la ilahe illallah kəlməsini ağaca bənzədir. Və lakin bənzətmədən sonra Allah Azza və Cəllə onu nə edir? Bölür. İki yerə. Bir, əsl. Dedikdə ki, bu şər'i bir kəlmədir. Yəni, kitabdan, sünnətdən götürülmüş bir kəlmədir. Allah Azza və Cəllə bu kəlməni öz kitabında işlədib. Şeyx Rahiməhullah kitabın adını qoyub, Risalənin adını qoyub, Aslu dinul İslam, İslam dininin əsli. Yəni, bu əsil sözü harada var? Əsil sözü kitabda var. Allah Azza və Cəllənin vəhyində var. Allah Azza və Cəllə buyurur ki, Asluha səbit. Ağacın əsli nədir? Sabitdir. Doğrudan da ağacın kötüyü yerin altında olur. Və budaqları isə səmaya doğru. Deməli, əsl var. Kötüyü olmasa budaqların bir mənası yoxdur. Yəni, ağacın ağac olmasının ən birinci səbəbi onun kötüyünün, kökünün olmasıdır və o kökünün sağlam olmasıdır. Kök sağlam olmayanda ağac bir müddətdən sonra quruyur, məhv olur, gedir. Və lakin əsas Allah Azza və Cəllə bu ağacı bu şəkildə misal çəkməklə nəyə izah edir, açıqlayır? Şəhadəti. Demək ki, şəhadətin də, tövhidin də nəyi var? Əsli var, təfərrüatı var. İslam dininin əsli var, tövhiddir, şəhadətdir və təfərrüatı var. Allah Azza və Cəllənin bütün əmirləri və nəhiyləri. İslamda Allah Azza və Cəllənin fərd etdiyi bütün ibadətlər, namaz, zəkat, oruc, həc, cihad, birrül valideyn, bunlar hamısı tövhidin nəyləridir, budaqlarıdır. İslamın vacibləridir. Lakin bunlar hamısı o zaman faydalı olur ki, tövhid sağlam olsun. İslam dininin birinci əsli, rukunu, vacibi tövhiddir. Tövhid varsa bu şeylər hamısı nədir? Faydalıdır. Yoxdursa bunların bir faydası yoxdur. Eyni ağac kimi. Bunun misalını Allah Azza və Cəllə öz kitabında çəkib. Bugün müasir murciə firqələrinin belə bir azğın şübhəsi var, etirazı var. Belə şeylər danışdıqda insanlara dedikdə ki, məsəl üçün, dinin əslində üzr yoxdur, deyirlər, bu bidət bir şeydir. Əsli, furunu kim bölüb ki? Allah bölüb. Bu etiqadda olmağın özü küfrü gərəkdirir insan üçün. Nə üçün? Çünki bunun nəticəsi ayəti yalanlamaqdır. Allah Azza və Cəllə dinin əslini və təfərrüatını bəlli edib, bildirib. Buna etiraz etmək, o deməkdir ki, yəni, insan demək istəyir ki, dinin əsli və təfərrüatı yoxdur.
Əslində isə din əsildən və təfərrüatdan ibarətdir və bunda ittifaq var. Bu ixtilafsız bir məsələdir. Kitabla bu nədir? Sabitdir. Və elm əhli bunda ittifaq edib. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İnna Allah la yaghfiru en yushraka bihi. Allah özünə şərik qoşulmasını bağışlamır. Bu nədir? Bu əsildir. Şirk tövhidin nəyidir? Əksidir. Allah Azza və Cəllə şirki bağışlamır. Bu əsildir. Və yaghfiru ma dun zalika limen yasha. Bundan aşağı olanı isə istədiyinə bağışlayır. Bu təfərrüatdır. İnsan içki içdi, namazı tərk etdi, zina etdi. Ya bir nəhyi işlədi, günahı işlədi və yaxud da bir əmri tərk etdi. Bu limən yəşə, istədiyinə bağışlayar. Onun altına nə olur? Daxil olur. Deməli, ikiyə bölünür. Əgər hər şey bağışlanan olsaydı, onda əslə təfərrüata bölməyin bir mənası olmazdı. Əgər dinin əvvəli, ortası, axırı eynisə, onda bunun mənası odur ki, demək, mələklərə iman gətirməklə, namazdan öncə misvaqla dişi təmizləməklə, təharətə girdikdə sağ ayaqla girməklə və yaxud da namaz, 5 vaxt namazı qılmaqla şirkin arasında bir fərq yoxdur. Həqiqətdə isə bu nədir? Bu, dini təhrif etməkdir. Təbii ki, din əsildən və təfərrüatdan ibarətdir. Əsil, əgər varsa, insanın dini var. Əsil yoxdursa, insanın dini yoxdur. Onun üzərinə bina edilən hər şey də batildir. Şər'i qaydadır bu. Mə buniyə alə batil, fəhuvə batil. Batil üzərinə bina edilən hər bir şey nədir? Batildir. Bir ev tikdikdə evin nəyə olur? Binövrəsi olur. O əsildir. Ərəb dilində evin binövrəsinə əsil deyirlər, evin əsli. Və onun üzərində olan şeylər divar, evin damı və s. getdikcə xırdalanır. Deməli, əsildən sonra olan hər bir şey evdə təfərrüatdır. Yəni, insan, ağıl sahibi insan, ev nə qədər qiymətli olsa da, nə qədər gözəl olsa da, insan bilsə ki, o evin əsli yoxdur, ona pul verməz. Mümkün deyil. Allah Azza və Cəllənin dini deyini bu şəkildədir. Dinin əsli yoxdursa, din yoxdur. Dinin əsli nədən ibarətdir? Dinin əsli tövhiddir. Sadəcə bu risalənin mövzusu nədir? O əslin sənə nəyini öyrədir? Əslin tərkibində olan şeyləri sənə öyrədir ki, yəni əsllər bundan ibarətdir ki, bunlar olmalıdır ki, insan müsəlman olsun. Və bu elm əhlinin yanında da bu şəkildədir ki, İslam dini əsildən və təfərrüatdan ibarətdir. Allah Rəsulü aleyhissalatu vesselam Peyğəmbərliyin 23 ilində, 13 il müddətində, Məkkə dönəmində hicrətdən qabaq insanları İslam dininin əslinə dəvət edib. Məkkə dönəmində nə içki haram olub? Məkkə dönəmində nə namaz fərz olub, nə zəkat fərz olub, nə cihad fərz olub, nə hicab barəsində hökm gəlmişdi, nə donuz əslinin haramlığı ilə bağlı ayət nazil olmuşdu. Heç bir şey. Dəvət nəyin üzərində gedirdi? Əslin üzərində. Əsli insanlar öyrəndilər, anladılar, ondan sonra hicrət etdilər. Hicrət etdikdən sonra dinin təfərrüatı nə oldu? Mərhələ-mərhələ nazil olmağa başladı. İbn Teymiyyə rahiməhullah bax bu barədə deyir. Məcmul Fatava 15-ci cild 158-160-cı səhifələrdə buyurur ki, فَالدَّعْوَةُ إِلَى اللّٰهِ تَكُونُ بِدَعْوَةِ الْعَبْدِ إِلَى دِينِهِ Allaha edilən dəvət qulun öz dininə dəvəti deməkdir. Və aslu zəlikə ibadətuhu vəhdəhu la şərikə ləh. Bu dəvətin əsli də şirki tərk edərək Allaha ibadətə çağırmaqdan ibarətdir. Şirki tərk edərək Allaha ibadət etməyə çağırmaqdan ibarətdir. Yəni, İslama dəvətin əsli bundan ibarətdir. Kəmə bə'sallahu bizəlikə rusuləhu və ənzələ kutubəhu. Allah bütün rəsullarını bununla göndərmişdir və bütün kitablarını buna görə nazil etmişdir. Yəni, bu əslə görə. Əsl nədir? Allaha ibadət edib şirki tərk etmək. فَالرُّسُلُ مُتَّفِقُونَ فِي الدِّينِ الْجَامِلِ اُصُولُ الْاِعْتِقَادِيَّ. Bütün rəsullar dinin etiqadı bölümündə nə ediblər? İttifaq ediblər. Bütün rəsullar, Allah Azza və Cəllənin rəsulları hamısı bu şeyə dəvət ediblər.
وَالْاِعْتِقَادِيَّةُ وَالْعَمَلِيَّةُ فَالْاِعْتِقَادِيَّةُ كَالْاِيمَانُ بِاللّٰهِ وَبِرَسُولِهِ وَبِالْيَوْمِ الْآخِرِ Etiqadı bölüm, misal olsun, Allaha, Rəsuluna, axirət gününə iman kimi. وَالْأَمَلِيَّةُ كَالْأَعْمَالُ الْعَامَّةِ الْمَذْكُورَةِ فِي الْأَنْعَامِ وَالْأَعْرَافِ Əməli hansı ki, bütün rəsullar ittifaq edir bu əmələ dəvətdə, misal olaraq Ən'am və Əraf surəsində ümumi bildirilmiş əməllər, Məkkə dönəmində nazil olmuş surələrdir. وَلِهَذَا və bunun üçün də كَانَ الْخِتَابِ فِي سُوَرِ الْمَكِّيَّ يَا أَيُّهَا النَّاسِ Məkkədə nazil olan surələrin hamısında Allahın xitab şəkli, forması ey insanlar, ya əyyuhən-nəs. Məkkədə 86 surə nazil olub, 28 surə Mədinədə nazil olub. Məkkə surələrində Allah Azza və Cəllə nida etdikdə, xitab etdikdə deyirdi, ya əyyuhən-nəs, ey insanlar. Ancaq Mədinədə hicrətdən sonra necə xitab edirdi? Ya əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Niyə? Çünki ardınca deyirdi, namaz qılın, zəkat verin. Niyə? Çünki artıq onlarda əsl var idi. Allah Mədinədə artıq nə edirdi? Divarın daşlarını qoyurdu. İman edənlərə müraciətlə. Ancaq Məkkədə Allah Azza və Cəllə necə xitab edirdi? Ey insanlar! Hamıya müraciət edirdi. İbn Teymiyyə rahimehullah buyurur ki: "Və kənəl xitab fi suvaril məkkiyyə ya eyyuhan-nas." Bunun üçün də Məkkə ayətlərində, surələrində xitab bu şəkildə idi. Ey insanlar! Li'umumud da'vati ilal usul. Ümumi şəkildə hamının usula dəvət etməkdən ötürü. Yəni imana, tövhidə dəvət etməkdən ötürü. Ey insanlar xitabının hikməti bu idi, məqsədi bu idi. Yəni əslə dəvət edilirdi deyə demirdi ki, ey kafirlər, ey müsəlmanlar. Ümumi deyirdi ki, ey insanlar, nəyə? İman edin. Tövhidi qəbul edin. İz, qaydadır bu. Bunun altını xətt çəkərək deyirəm. İz, la yud'a iləl fər'i mən la yuqirru bil asl. Əsli iqrar etməyən təfərrüata dəvət edilmir. Məkkədə əsli iqrar etdilər, əssaf hicrət etdilər, sonra təfərrüata dəvət etdi Allah. Bu gün də bu qayda işləyir, qiyamətə qədər də işləyir. İnsanlar dəvət edilirsə, müşriklər nəyə dəvət edilməlidir? Əslə. Əsli iqrar etmədikləri halda onları təfərrüata dəvət etmək, Allah Azza və Cəllənin əhkamına qarşı getmək, dəvətdə, tövhiddə bidət etməkdir. Necə ki, bunu müasir murciyalar, onların müxtəlif firqələrin növləri, fərqi yoxdur. Hamısı belə edirlər dəvəti. Dəvətləri kökündən bidətdir. Bu Azərbaycanda olan, Mədinə İslam Universitetinin məzunu olan tələbələr 20 ildir dəvət edirlər. Ancaq tövhid olduğu kimi insanlara demirlər. Müşrik kimdir, tağut kimdir, kimdən bəraət olunacaq, kim dost ediləcək. Ətrafımızda bu şirk edən insanlarla nə edək? Bu məsələ nədir onların yanında? Bağlı bir məsələdir. İnsanlar nəyə dəvət edirlər? Namaz vərəqəsi verirlər dinsiz insanlara. Orucdan, İslam əxlaqından danışırlar. Bu bidətdir. Yəni peyğəmbərlərin qissəsinə bax Quran-ı Kərimdə. Allah Azza və Cəllə deyir: "Və laqad ba'asna fi kulli ummetin rasula." Biz hər ümmətə rəsul göndərdik. Yəni ibudullah, Allaha ibadət edin, vactəni bu tağut. Bu əsildir, düzdür? Allah Azza və Cəllə demir ki, biz rəsulları göndərdik ki, gedin insanlara namaz öyrədin. Və yaxud da gedin insanlara oruç tutmaq öyrədin. Yoxdur belə bir şey. Bu şəkildə dəvət nədir? Bidətdir. Allah Azza və Cəllənin bu dəvətdəki bu əsli iqrar etməyən təfərrüata dəvət edilmir. Bu insanlar sanki Allahdan bu işləri Allahdan qabağa keçərək, nəuzubillah, Allahın dinində olmadığı şəkildə, yəni Allahdan daha hikmətlidirlər deyə. Bunun mənası, nəticəsi o deməkdir. Bu dəvət kökündən bidətdir, batildir. Və bu Allah Rəsulunun sünnətində də bu şəkildədir. Allah Rəsulü aleyhissalatu vesselam bu qaydanın dəlilini zikr edirəm. İbn Teymiyyə rahimehullah deyir ki: "İz la yud'a ila far men la yuqirru bil asl." Aslı iqrar etməyən təfərrüata dəvət edilmir. Allah Rəsulü aleyhissalatu vesselam Buxari Müslimdə keçən hədisdə İbn Abbasdan gəlir. Muaz bin Cəbələ Yəmənə dəvət üçün göndərdikdə nə deyir? İnnəkə tə'ti qavmən min əhlil kitab. Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən. Fəliyəkum əvvəlu mə təd'uhum ileyhi şəhədətu ən la iləhə illallah. Onları ilk dəvət edəcəyin şey la iləhə illallah şəhadəti olsun, əmridir. Fəin hum əcəbu li zəlik. Əgər onlar buna icabət etsə, yəni bunu iqrar etsə, bunu qəbul etsə,
Fəəlimhum ənəllaha iftarada aleyhim xamsa salavat. Onda onlara bildir ki, Allah sizə 5 vaxt namazı fərz edib. Lakin nə zamandır 5 vaxt namazı? Əgər tövhidi iqrar etsələr. Əgər onu da qəbul etsələr zəkatı və s. Demək ki, əvvəldən bir qövmə və yaxud da bir müəyyən bir fərdə tövhid ərz edildikdə onu iqrar etmirsə, namaza keçmək bidətdir. Oruca keçmək bidətdir. Allah belə istəyir. Allahın kitabında bu belədir. Allah Rəsulu belə edib. Əshab belə edib. Səhabə, tabiin, ətba, tabiin, fəhmi, əməli bundan ibarətdir. Ancaq bu zındıqlar nə deyir? İnsanları oruca namaza dəvət edib, adını da qoyurlar, bu sələfin nə idi? Yoludur. Sələfin yolu deyil, bu şeytanın yoludur. Mələun, iblisin yoludur. Doğru yol deyil bu yol. Deməli, asl dinul İslam və qaidatuhu əmran. İslam dininin əsli və onun iki qaydası. Əsil demək ki, anlaşıldı. Əsil o şeydir ki, o olmasa, onun üzərində bina edilən hər şey nədir? Batildir. Bu, usul fiqh elmində də bu şəkildədir. Nəinki bu, tövhiddə. Bu, namazda da belədir, orucda da belədir, zəkatda da belədir. Əbul-Məali Əl-Cüveyni Varaqat adında kiçik usul fiqhlə bağlı olan mətndə əsli açıqlayaraq deyir ki, fiqh elmində Əl-aslu mə buniyə aleyhi qeyruhu. Əsil o şeydir ki, digər şeylər onun üzərinə bina edilir. Namaz tövhidin üzərində bina edilir. Əl-fər'u, fər' təfərruat isə mə buniyə alə qeyrihi. Başqa şeyin üzərinə bina edilən şeyə deyilir. Misal üçün, divara, dində, namaza, oruca. Başqa şeyin üzərinə bina edilən şeyə təfərruat deyilir. Başqa şeydə nədir? Tövhid. Aydındır. Demək, əsil, təfərruat, bu bölgü bundan ibarətdir. Bu şəkildə dini düz anlayacaqsan. Bunsuz mümkün deyil. Aslu dinul İslam və qaidatuhu əmran. İslam dininin əsli və iki əsas qaydası. Əl-əvvəl, birinci əsil. Bu iki qaydanın birincisi. Əl-əmru bi ibadətilləhi vəhdəhu la şərikə ləh. Və təhridu alə zəlik vəl-müvalatu fihi və təkfiru mən tərəkəhu. Allah Azza və Cəlləni şirki tərk edərək ibadətdə birləmək. Allah Azza və Cəlləni şirki tərk edərək ibadətdə birləmək. Və təhridu alə zəlik. Buna təhrid etmək, yəni bunu izhar etmək, bəyan etmək, dəvət etmək, buna çağırmaq. Təhridin mənası budur. Vəl-müvalatu fihi, dostluğu bunun üzərində etmək. Müvalət, dostluğu bunun üzərində qurmaq. Yəni, tövhidin üzərində dostluğu qurmaq. Və təkfiru mən tərəkəhu, bunu tərk edənləri təkfir etmək. Yəni, bu tövhidin üzərində olub da, sonradan bundan uzaqlaşana nə hökm vermək? Təkfir hökm vermək. Yəni, bu insan dindən nədir? Xaricdir. Bu iki qaydanın nə idir? Birincisidir. Əs-sani, ikinci qayda, əl-inzaru anişşirk fi ibadətillah. Allah Azza və Cəllənin ibadətində şirkdən inzar nədir? Çəkindirmək. Bunun təhlükəsini, zərərini, bunun odla, cəhənnəmlə yəni bunun pis aqibətini insanlara nə etmək? Bəyan etmək. İnzar budur. Yəni, rəsulların bir vəsfi də budur. Allah Azza və Cəllənin kitabında. Rusulə mübəşşirinə və munzirinə. Allah Azza və Cəllə deyir ki, rəsullar mübəşşir, müjdə verən və munzirinə, inzar edən, təhlükəni anladan deyə olaraq göndərilir. Rəsulların bir sifətdə nədir? Munzir. Nə edən? Xəbərdar edən, qorxuzan. Əl-inzaru ən-şirk fi ibadətilləhi, Allah Azza və Cəllənin ibadətində şirkdən qorxuzmaq, çəkindirmək. Və təğlidu fi zəlik, bunun üzərində təğliz yəni sərt olmaq bunun üzərində, sərtlik göstərmək. Vəl-muadatu fihi, bunun üzərində düşmənçilik etmək. Və təkfiru mən fəaləhu, bunu işləyənləri, yəni şirk feilini işləyənləri nə etmək? Təkfir etmək. Bu iki qayda La iləhə illallah kəlməsinin təfsiridir. Tağuta küfr edib Allaha iman etmənin nə idi bu? Açıqlamasıdır. Yəni, burada sayılan şeylər tövhidin tərkibidir. Tövhidin əsilləridir. Bunlar bir yerə cəm olduqda həmən o şəhadət onu gətirən tərəfindən nə olur? Gerçək olur.
Bunlar lazım olan şeylərdir hamısı. La ilahə illallah kəlməsinin açıqlaması budur. Bu sayılan şeylər hamısı la ilahə illallah kəlməsinin içərisində mövcuddur. Deməli, Şeyxülislam Muhammed ibn Abdülvahabın İslam dininin əsli olaraq zikr etdiyi iki qayda bu iki cümlədə deyilən şeylərdir. Ki, insan, bir qul, mükəlləf bunu gerçəkləşdirdikdə o nə olur? İslam dairəsinə daxil olur, müsəlman olur. Bunun birisi olmadıqda insanın İslamı gerçəkləşmir. Allah Azza və Cəllə öz kitabında İslam dininin girişini, tövhidin rukunlarını mücmal olaraq bildirir. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə rəsul göndərdik. Allaha ibadət edin, tağuta ibadətdən ictinab edin, çəkinin. Və yaxud da Allah Azza və Cəllə Bəqərə surəsində buyurur ki, La ikraha fid-din, dində məcburiyyət yoxdur. La ikraha fid-din, qad tabayyana rushd minəl ğay. Artıq rushd, ğay ikisi bir-birindən ayrılmışdır. Rushd haqq, İslam, tövhid, iman deməkdir. Ğay şirk, sapıqlıq deməkdir. Bunlar bir-birindən ayrılmışdır. Fəmən yakfur bit-tağut. Kim tağuta küfr edib və yu'min billah, sonra Allaha iman edərsə, fəqat istamsaka bil urvatil vusqa. Həmən kəs möhkəm bir ipdən yapışmışdır. Müfassirlər, təfsirçilər ittifaq ediblər ki, o möhkəm ip iman, İslam, tövhid, la ilahe illallah, lakin hamısı bir mənəyə qayıdır. Demək, həmən o möhkəm ipdən yapışan kəs İslamı gerçəkləşdirən kəsdir ki, həmən kəs də bu iki şey etməklə onu nə edir? Əldə edir. Tağuta küfür, Allaha iman. Lakin bu mücmal hökmün tağuta küfr edib Allaha iman etmək hökmünün, fərzinin İslama girişdə insana, mükəlləfə vacib olan bu fərzin ayətdə təfsilatı verilmir ki, yəni bu hansı şəkildə edilir? Muhammed ibn Abdülvahab rahiməhullah başqa bir risaləsində, Məna Tağut adında risaləsində bunu nə edir? İslamın mücməl gerçəkləşməsini necə baş verir? Bu ayətlər, zikr etdiyim ayətləri dəlil olaraq gətirdikdən sonra bunun necə gerçəkləşməsini başqa bir Allah Azza və Cəllənin ayəti ilə, Mumtahinə surəsinin 4-cü ayəti ilə nə edir? Bunu dəlilləndirir. Allah Azza və Cəllə deyir ki, قَدْ كَانَتْ لَكُمْ أُسْفَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. İbrahim, Əbul Ənbiyə, Peyğəmbərlərin atası İbrahim aleyhissalam və onunla birlikdə olanlar, onun zürriyyətindən olan Peyğəmbərlər. Allah Azza və Cəllə xəbər verir ki, onlarda sizin üçün gözəl nümunə vardır. Yəni, bu bütün Peyğəmbərlərin dəvətidir. Yəni, bu dəyişməz bir şeydir. Bütün şəriətlərdə, bütün risalələrdə, bütün vəhiylərdə, bütün nəbilərdə bu eyni şəkildə olub. Necə ki, mücmal ayətdə Allah Azza və Cəllə deyir ki, biz hər ümmətə rəsul göndərdik, Allaha ibadət edin, tağuta ibadətdən çəkinin. Yəni, hər ümmətə göndərdik, yəni hər rəsul bunu bu şəkildə nə edib? Təbliğ edib. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. İz qalu li qavmihim. Onlar o zaman öz qövmlərinə dedilər. Demək nədir? İzhar etmək, bəyan etmək. Bu iki qaydada zikr edilən və təhridu alə zəlik. Buna təhrid etmək, təşviq etmək. Bunun dəllidir. Bu kəlmənin əslinin içərisində olan təhrid, yəni təşviq etmək, dəvət etmək, təbliğ etmək. Bunun dəlli hardan başlayır? İz qalu li qavmihim. Onlar öz qövmlərə bunu nə etdilər? Dedilər. Yəni, tövhid nə ilə hasil olur? Onu izhar etməklə. Bu da tövhidin əslindəndir. Təbii ki, şəriətdə varid olmuş insanın musadaf, insanın ikrah durumunda olması, dinini canı qorxusundan izhar edə bilmədiyi hallar istisna, əslən, tövhidin özünü izhar etmək, bəyan etmək də tövhidin əslindəndir. İz qalu li qavmihim. Onlar öz qövmlərinə dedilər, İnnə bura'u minkum. Biz sizdən bəriyik. Bəraət kimlərə bəyan edilir? Yəni, müşriklərə. Biz sizdən bəriyik. Bu, bütün peyğəmbərlərin dəvətidir. Bütün kitabların dəvətidir. Və mimmə tə'budunə min dunillah. Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik. Allahdan başqa ibadət edilənlər kimlərdir? Bütlər,
vasan, asnam, tavağid, hamısı Allahdan başqa ibadət edilən hər bir şey. Lakin ayətdə bir fayda ondan ibarətdir ki, bütün peyğəmbərlər xitab etdikdə deyiblər, birinci sizdən bəriyik. Yəni müşriklərdən sonra məbudlardan. Bunun faydası nədir? Yəni birinci müşrikdən bəraət edilməlidir. Sonra onun ibadət etdiyi məbuddan. Müşriki tərk etməmiş, müşrikə bəraət etməmiş, onun ilahına, məbuduna bəraət nədir? Mümkünsüzdür. Birinci müşrikdən bəraət edilir, sonra onun məbudundan. Biz sizdən bəriyik və sizin Allahdan başqa ibadət etdiklərinizdən də bəriyik. Kəfərnə bikum, sizi təkfir etdik. Biz sizi təkfir etdik. Bütün peyğəmbərlərin, bütün rəsulların qövmlərinə etdiyi xitabın bu ayətdə sayılan şeylərin içərisində 3-cü hissəsində də kəfərnə bikum, sizi təkfir etdik. Yenə bu kəlməni müasir murciə firqələri, cəhmilər, cərdisilər nə edirlər? Təhrif edirlər. Deyirlər, burada təkfir mənası yoxdur. Kəfərnə bikum, sizi inkar etdik. Kimi nə edirlər? Təhrif edirlər. Və mötəbər təfsir kitablarından, qədim təfsir imamlarından kəfərnə bikum, ənkərnə, inkar kimi təfsirlərini nə edirlər? Gətirirlər. Ancaq həqiqətdə bu kəlmədə ərəb dilində, ərəb lüğətində burada təkfir mənası yatır. Bunun başqa bir mənası yoxdur. Ərəb dilindən cahil olduqlarından, insanların da özlərindən də lap aşağı səviyyədə cahil olduqlarından anladılar insanları. Ancaq əslində ərəb dilini bilən bir orta səviyyəli bir, təhsilli bir, heç müsəlman olmayan da bir şəxs ərəb dili ilə bunun, ərəb dilinin qaydaları ilə kəfərnə bikum kəlməsinin təkfir olduğunu anlayır. Necə izah edilir bu? Bunu izah etmək ərəb dilini bilməyən insanlara izah etməm səsində anlamayacaqlar. Lakin loru dilində bunu belə, yəni bacardığım qədər asan şəkildə izahını edirəm ki, nə üçün biz deyirik ki, bu ərəb dilində kəfərnə bikum kəlməsinin mənası təkfirdir. Bunu nəyə görə deyirik? Düzdür, bunu əvvəl keçmişdə demişik. Bu insanlarla münazirə etdikdə və yaxud ümumiyyətlə dərslərdə bunu daim demişik ki, bu kəfərnə bikum təkfir mənasındadır. Və bunu Şeyxülislam Muhammed ibn Abdülvahhab Nəcdüləmazı bu şəkildə, risalələrdə bunu bu şəkildə şərh ediblər. Lakin bunun ərəb dilində, əslində, çünki Allah Azza və Cəllənin kitabı ərəb dilindədir. Yəni ərəb dilində hansı dabitə görə, hansı qaydaya görə biz deyirik ki, bu kəfərnə bikum sizi təkfir etdik deməkdir. Kəfərə feildir. Ərəb dilində. Kəfərə 3 hərf. Ərəb dilində deyirlər feilun süləsi. 3 hərfli feil. 4 hərfli feil də var, 5 hərfli feil də var. Bu 3 hərfli feildir. Kəfərə, kəfərə. Kəfər nə? Oradakı sonda nə? Şəxs əbədliyidir. Damir deyirlər ərəb dilində ona. Kəfər nə? Yəni biz küfr etdik. Bikum sizə. Lakin bu təkfir mənasındadır. Nə üçün? Ərəb dilində B hərfi cəri Quran-ı Kərimdə və yaxud da hədisdə oxuyanda ərəb dilini bilməyən insanlara rast gəlir. B hərfi cəri. Burada həmən hərf istifadə edilir. Bikum. Kəfərnə bikum. Zəhəbəllahu bi nurihim bi. Yəni Quran ayətlərə çox qədər rast gələ bilərsən. Biyədihi, əlindədir. Bi. Lakin bu hər yerdə, hər cümlədə gələndə hər vaxt eyni məna daşımır. Ərəb dilində bu 14 cür şəkildə gəldikdə və 14 cür fərqli məna bildirir. B hərfi dil alimləri zikr edirlər ki, B hərfi ilə bağlı deyirlər, B hərfinin 14 dənə şeyi var, mövdi, yeri var ki, fərqli mənalarda gəlir. Həmən o 14 dənədən birisi bə'u təəddiyyə deyirlər, təəddiyyə bəsi və yaxud da bə'u nəql. Nəql bəsi. Bu qaydanın gördüyü iş nədir? Hər hansı bir 3 hərfli feil, əgər özündən sonra gələn söz bə iləndirsə, əslində bu 3 hərfli feil 4 hərfli feildir. Sadəcə dilə yaxşı yatmadığına görə, həmən 4 hərfli feilin birinci hərfini silirlər, lakin o birinci hərfin sildiyini bizə kim bildirir? Sonradan gələn sözdəki bə hərfi bildirir ki, bu əslində 4 hərfli feil idi. Bu bə burada bizə göstərir ki, bunun biri silinib. Ancaq mənası dəyişməyib.
Ərəb dilində kəfərə küfr etmək deməkdir, əkfərə təşvir etmək deməkdir. Burada Allah Azza və Cəllə deyir ki, kəfərnə bikum. Əslində bu əkfərədir. Əkfərə olduğunu hardan bilirik? Bikum kəlməsindəki bə hərfi. Əkfərnəkum sizi təşvir etdik deməkdir. Kəfərnə bikum, bu da sizi təşvir etdim. Sizi təşvir etdik deməkdir. Kəfərnə bikum. Buna ərəb dilində deyilir bə-ət-təəddiyyə, təəddiyyə bəsi və yaxud da bə-ü-ən-nəql, nəql bəsi. 4 hərfli feilin birinci həmzəsini gizlədir, lakin ərəb dilini bilən insan bə ilə bilir ki, bu 4 hərfli idi, mənasını bilir. Tutur ki, yəni burada məna küfr etmək yox, təşvir etmək mənasındadır. Kim deyir bunu? Bunu deyir İbn Hişam Ən-Nəhvi 8-ci əsrdə Misirdə yaşayıb, böyük nəhvə, ərəb dilinin qrammatikasının alimi olub. İbn Məlikin Əlfiyyə 1000 beytdən ibarət ərəb qrammatikasını bildirən nəzmə, şeirə yazdığı şərh kitabında deyib. 8-ci əsrdə yaşayıb İbn Hişam Ən-Nəhvi bə-ü-təəddiyyə. Deməli, kəfərnə bikum əslində əkfərnəkamdır. Lakin burada bə, bikum kəlməsindəki bə, o həmzəni bizə bildirir ki, bu əslində əkfərnəkumdur. Biz sizi təkfir etdik. Kəfərnə bikum. Bə, ənin orada əvəzidir. Bu çox yerlərdə bu şəkildə ərəblər bu şəkildə bunu danışıqlarında istifadə edirlər. Misal üçün, dedikdə ki, zəhəbtu 3 hərfli feildir, getdim. Zəhəbə getmək, zəhəbtu mən getdim. Zəhəbtu bi zeydin. Zeydi apardım. Nədən bildik bunu? Əslində zəhəbə getməkdir, ancaq əzhəbə isə aparmaqdır. Zəhəbə feilindən sonra zeyd, hansı ki məf'ul deyilir ona ərəbində, yəni feil onun üzərində görülür. Zeydi aparmaq, zəhəbə getdim deməkdir. Bəs apardımı hardan bilirik? Zeyd isminin, Zeyd kimliyinin qarşısına bə qoyulduqda zəhəbtu bi zeydin, yəni zeydi apardım. Əslində əzhəbtu zeydən. Zeydi apardım, ərəbində belə yazılır. Əzhəbtu zeydən, məf'ul. Zeydi apardım. Lakin zəhəbtu bi zeydin dedikdə yenə həmən mənadır. Sadəcə buradakı əni nə əvəz edir? Bi əvəz edir. İndi bu ayətdə də Allah Azza və Cəllə dedikdə ki, kəfərnə bikum, bunun ərəb dilində ikinci bir mənası yoxdur, təkvirdən başqa. Və bunun Quran-ı Kərimdə də dəlili var. Allah Azza və Cəllə bunu Quran-ı Kərimdə başqa ayətlərdə də bu şəkildə nə edib? Bildirib. Bəqərə surəsinin əvvəlində Allah Azza və Cəllə deyir ki, zəhəbəllahu bi nurihim. Zəhəbə getmək deməkdir. Allah getdi. Lüğəti, hərfi tərcümə. Bi nurihim, nur, onların nuruna. Bu məna küfür mənadır. Allah onların nuruna getdi. Zəhəbə 3 hərfli feilli, yenə bə gəlir. Zəhəbəllahu, zəhəbə getməkdir. Əzhəbə aparmaqdır. Almaqdır. Yox etməkdir. Zəhəbəllahu əslində əzhəbəllahudur. Əzhəbəllahu nurahum. Allah onların nurunu aldı. Kimin? Kafirlərin. Lakin Allah Azza və Cəllə yenə bə-ü-təəddiyyə qaydası ilə əlifin birini gizlədir. Deyir, zəhəbəllahu 3 hərflə bildirir. Zəhəbəllahu bi nurihim. Allah onların nurunu aldı. Zəhəbəllahu bi nurihim. Əzhəbəllahu nurahum. Məf'ul. Məf'ul bi. Eyni şeydir. Kəfərnə bikum. Biz sizi təkfir etdik. Eynidir. Əgər insan iddia edirsə ki, kəfərnə bikum inkardır, bə-ü-təəddiyyə qaydasını nə etmir? Cahilliyindən və yaxud da inadından, təkəbbürlüyündən üz çevirərək qəbul etmirsə, gərək bu ayədə də zəhəbəllahu bi nurihim, Allah onların nuruna tərəf getdi, tərcümə etsin. Niyə? Çünki qaydanı qəbul etmədikdə gərək bunu bu şəkildə, ancaq etmir. Yəni, tərcüməçilər belə tərcümə etdikdə yazırlar ki, zəhəbəllahu bi nurihim, Allah onların nurunu aldı, əllərindən aldı, apardı. Həmən qaydadır, bə-ü-təəddiyyə. Kəfərnə bikum, ərəb dilinə görə, bə-ü-təəddiyyə qaydasına görə, bə-ü-nəql qaydasına görə nədir? Təkfir mənasını bildirir və bu da dinin əslindəndir. Bütün peyğəmbərlər, başda İbrahim əleyhissalam olmaqla ayətdə deyildiyi kimi, sayılan şeylərin içərisində üçüncüsünə nə deyirlər? Kəfərnə bikum, sizi təkfir etdik. Və bədə beynənə və beynəkumul ədavətu vəl-bəğda. Bizimlə sizin aranızda nə yarandı? Ədavət, yəni düşmənçilik, buğz. 2 şey. Əvvəldə 3, ikisi bir yerdən etdi 5. 5 dənə şey Allah Azza və Cəllə ayətdə saydıqdan sonra nə deyir? Hətta
tu'minu billahi vahdə. Tək Allaha iman edənə qədər. Bu mucmal ayətdə olan fəmən yakfur bit tağud və yu'min billah. Kim tağuda küfr edib Allaha iman edərsə, ikinci hissədir. Deməli, fəmən yakfur bit tağud, tağuda küfr etmək bu 5 şeydir. Tağuda küfr etdikdən sonra Allah Azza və Cəllə deyir ki, sonra əgər Allaha iman gətirərsə. Mumtəhənə 4-də isə Allah Azza və Cəllə 5 şeyi saydıqdan sonra deyir ki, həttə tu'minu billahi vahdə. Tək Allaha iman edincəyə qədər. Demək, tək Allaha iman edincəyə qədər sayılan bu 5 şey tağuda küfr etməyin içidir. Və hansı ki, bu şeyləri də bu dəlildən çıxardaraq Muhammed ibn Abdülvahhab rahimehullah bu İslam dininin əsli risaləsində saydığım ayətdəki 5 şeyi burada nə edir? Zikr edir ki, bu əsildir. İnsan bundan müsəlman olur. İslam dininin əsli və onun 2 qaydası. Allah Azza və Cəllənin ibadətdə birləmək, şirki tərk etmək, buna təhrid etmək, dəvət etmək, bunun üzərində dostluq etmək və bunu tərk edənləri təşvir etmək. 2. Allah Azza və Cəllənin ibadətində şirkdən çəkindirmək və bunun üzərində sərt olmaq, düşmənçiliyi bunun üzərində qurmaq və bunu feylən şirki işləyənləri təşvir etmək. Bu İslam dininin nə idi? Əslidir. Və bunun içərisində müəllif rahimehullah təşviri 2 yerdə zikr edir. 1. Tövhidi tərk edənlər, irtidad edənlər. 2. Şirk feilinin üzərində olanlar. Hər ikisinin təşviri İslam dininin əslindəndir. Və mükəlləfdir qul bundan. İslama yəni girdikdə insan bilməlidir ki, hansı halını, hansı hala dəyişir. Əvvəlki halının batıl olduğunu, şirk üzərində olduğunu nə edir? Fəhm edir, anlayır və peşman olur, halını dəyişir tövhidə tərəf. Ancaq bu müasir əhl-i sünnət müntəsibi olan firqələr nə edirlər bu işi? Bu cür əhəmiyyətli, insanın cənnətlik və yaxud da cəhənnəmlik olacağı bəlirlənən bir məsələni nə edirlər? Xəfiflədirlər, deyirlər ki, Allah bizi nə edir? Bundan mükəlləf etməyib. Əsas odur ki, sən dəvət elə. Kim müşrikdir, kim müsəlmandır? Bu sənin işin deyil. Kökündən bu nədir? Batildir. Bu şeytan vəsvəsələrindən başqa bir şey deyil. Bu lazımlı bir şeydir. İslamın girişində bilinəsi, vacib olan şeylərdir. Muhammed ibn Abdülvahhab rahimehullah Durar Saniyyədə buyurur ki: "Və men zə'ama ennəllaha lem yetəəbbədnə bit-təkfir el-murtəddin və len yes'alana anhum və la amman vaqa'a fi'ş-şirk fəqad a'zama alallahil firyə." Buyurur ki, əgər bir kəs iddia edirsə ki, Allah bizi irtidad edənlərin təkfiri ilə mükəlləf qılmayıb və yaxud da bizdən onlar barəsində soruşmayacaq qiyamət günü və yaxud da böyük şirk işləyənlərin təkfiri barəsində Allah bizdən soruşmayacaq. Kim belə iddia edərsə, fəqət əzəmə alallahil firyə, Allaha qarşı əzəmətli bir iftira etmişdir. Yəni, bu bizim mükəlləf olduğumuz bir şeydir. Hardan çıxırsan, hara gəlirsən, tövhid nədir, şirk nədir, müşrik kimdir, müsəlman kimdir? Bunu elə girişdə bilməlisən ki, ondan müsəlman ola biləsən. Lakin bunu insanlara nə edirlər? Bunu insanlardan gizlədirlər, bunu insanlara təhrif edirlər, bunu insanlara xarici məhzəbi kimi göstərirlər ki, bu xaricilikdir. Lakin bu xaricilik deyil, bu bütün peyğəmbərlərin, bütün nəbilərin, İncilin, Tövratın, Quranın, Zəburun, bütün Allahın nazil etdiklərinin nə idi? Dəvətinin birinci işidir. İbn Teymiyyə rahimehullah Məcmul Fatava 1-ci cild 128-ci səhifədə buyurur ki: "Fəinnə əhlil milal muttəfiqun." Bütün millətlər ittifaq edib. Millətlər dedikdə burada xalqlar qəsd edilmir. Türk, ərəb, rus, ingilis. Millət dedikdə yəni din qəsd edilir. Bütün millətlər ittifaq edir. Bizə indi bəlli olan 3 millət var. İslam ümməti, kitab əhlindən nəsranilər və yahudilər. Millət dedikdə bunlar qəsd edilir. İbn Teymiyyə deyir ki, "Fəinnə əhlil milal muttəfiqun." Bütün millətlər, 3 millət, müsəlman, xristiyan, yahudi ittifaq ediblər. Tək biz müsəlmanlar özümüz bir-birimizlə yox. Xristiyanları, yahudiləri da bizə əlavə edir. Onlar da bizlə birlikdə ittifaq ediblər. Ənər rusul cəmi'uhum. Rəsulların hamısı. Nəhəv ən ibadətil əsnəm. Bütlərə ibadəti nəhy ediblər. Və kəffəru mən yəfəl zəlik. Və bunu işləyənləri, yəni şirki işləyənləri təkfir ediblər. Və ənəl mümin la yakunu mu'minan. Mümin iman edən kəs
iman etmiş sayılmır, hətta o vaxta qədər ki, yətəbərrə min ibadətil əsnəm, bütlərin ibadətindən təbərrü etsin. Və kulli məbudun sivallah, Allahdan başqa bütün məbudları nə etsin? Tərk etsin. Kəmə qalə təalə, nə də ki, uca Allah buyurub, Mümtəhənə surəsi 4-cü ayətinə edir, dəlil olaraq gətirir. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Deməli, İbn Teymiyyə rahiməhullah burada xristiyanların, yahudilərin və bu ümmətin üçünün ittifaq etdiyi bir şeyi bildirir ki, yəni xristiyanlar da, yahudilər də və biz, bu ümmət, ittifaq etmişik ki, bütün rəsullar ona görə göndərilib ki, şirki nəhy etsinlər və şirki işləyənləri nə etsinlər? Təşhir etsinlər. Bu məsələnin nə idi? Əhəmiyyətini bildirir. Kitab əhli, xristiyanlar, yahudilər özləri dinlərini təhrif edib şirkə, küfürə bulaşsalar da, onlar da belə bunu qəbul edirlər ki, rəsullar şirkin tərki və şirk edənlərin təşviri üçün göndərilib. Və yenə həmsinin Burhanuddin Əl-Buqai hicrətin 8-9-cu əsrlərində yaşayıb, İbrahim bin Omar bin Hasan Burhanuddin Əl-Buqai Təfsir Nazm-ı Durar adında belə bir təfsir kitabı var. Həmən bu təfsirində Burhanuddin Əl-Buqai rahiməhullah buyurur ki, 2-ci cildi 446-cı səhifəsində فَإِنَّهُ لَمْ يَأْتِ نَبِيٌّ إِلَّا بِتَكْفِرِ الْمُشْرِكِينَ Allah nə qədər nəbi göndərmişdirsə, hamısı müşriklərin təkfiri ilə gəlmişdir. Kəmə əşərə ilə zəlikə sallallahu aleyhi və səlləm bi qavlihi. Ne də ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, Muhammed sallallahu aleyhi və səlləm bu hədisində buna işarət etmişdir. Allah Rəsulunun belə bir hədisi var. Əl-ənbiyə əvlətü əllət. Peyğəmbərlər bir kişinin müxtəlif qadınlardan olan oğlanları kimidirlər. Peyğəmbərlər bir kişinin müxtəlif qadınlardan olan oğlanları kimidirlər. Yəni bir kişinin 3-5 nə qədər zövcəsi var və hamısından oğlanları var. Onları birləşdirən bir şey var. Nədir birləşdirən? Ata. Ataları birdir. Peyğəmbərlərə də Allah Rəsulü Aleyhisselatü Vesselam misal çəkdirdi. Peyğəmbərlərə belə bir misal verir ki, Peyğəmbərlər bir kişinin müxtəlif qadınlardan olan oğlanları kimidirlər. Nə demək istəyir? Yəni, burada təşbih, bəndətmə nəyədir? Peyğəmbərlərin tövhidi, dəvəti, din nəsli birdir, lakin şəriətləri müxtəlifdir. Ne də ki, kişinin oğlanları eyni özündən törətədir, ancaq anaları nədir? Müxtəlifdir. Ümməhətuhum şətə. Allah Rəsulü buyurur ki, anaları müxtəlif olsa da və dinuhum vahid. Lakin dinləri birdir. Dinləri birdir nə mənasındadır? Yəni, Peyğəmbərlərin anaları müxtəlif olsa da, yəni şəriətləri müxtəlif olsa da, lakin dinləri nədir? Birdir. Həmən dinləri nədir? Tövhiddir. Və tövhidin də ən əsas bir tərkibi kimi nəyi bildirir burada Burhanuddin Əl-Buqai? فَإِنَّهُ لَمْ يَأْتِ نَبِيٌّ إِلَّا بِتَكْفِيرِ الْمُشْرِكِينَ. Nə qədər nəbi göndərilmişdir, hamısı müşriklərin təşviri ilə gəlmişdir. Yəni, bütün Peyğəmbərlərin dəvətində bu olub. Dəvətinin ilkində, əvvəlində bu şey olub. Deməli, bu iki cümlədə Şeyx Muhammed ibn Abdülvahabın İslam dininin əslinə verdiyi nədir? Tərkibdir. Burada sayılan şeylərlə insan müsəlman olur. La ilahə illallahın təfsiri, təvili, şərhi, təhqiqi, bax, burada deyilən şeylərdən ibarətdir. Bu iki qaydada və bunun dəlilləri hansı ki zikr etdim Quran ayətlərindən, xüsusən də Mümtəhənə surəsinin 4-cü ayətindən din nəsli budur. Bu şəkildə gerçəkləşir. Və sonra Muhammed ibn Abdülvahab bu iki qaydanı bildirdikdən sonra bunu öz zamanında müşahidə etdiyi, gördüyü, bildiyi bu əsli pozan kəslər və həmçinin şeyxin zamanından indiki zamana 2-3 əsr keçsə də, indi də həmən müxalifət halları onun zamanından daha şiddətli şəkildə nədir? Elə qalmaqda, davam etməkdədir. Bunu pozan kəsləri bildirir. Buyurur ki, وَالْمُخَالِفُونَ فِي ذَٰلِكَ أَنْوَاء. Bu əsli, iki qaydada bildirdiyi İslam dinin əslini pozan kəslər. Buna müxalifət edənlər növbə-növdür. Yəni, bunun çoxlu nəyləri var? Müxalifləri var. Yəni, bunu pozan kəslər var. Öz zamanında küfürlərinə şahidlik etdiyi kəslərdən danışır ki, əsli pozaraq müşrik olublar. 10 nəfər, 10 müxalifət növü burada zikr edir. Lakin bu demək deyil ki, müxalifət
növü, irtidat növü, küfür növü, nəqid, İslam pozan əməllər burada deyilən bu 10 dənədən ibarətdir. Çoxdur, lakin şeyx özünün şahid olduğu, özünün doğru bildiklərini nə edib burada? Burada zikr edib. Və müxalifuna fi zəlikə ənvə. Buna müxalifət edənlər növbə-növdür. Fəəşədduhum müxalifətən mən xalifə fil cəmi. Bu, onun birincisini bildirir burada. Ən şiddətli müxalifət edənlər o kəslərdir ki, bunun hamısını pozanlar. Bu gün də gördüyümüz insanların, yüz minlərin, milyonların üzərində olduğu etiqad, müxalifət etməkdə tövhüdə bütün yönlərindən müxalifət edirlər, şirk edirlər, vələ-vəl-baranı da pozurlar, qeyblə bağlı olan Allah Azza və Cəllənin xəbərlərinə də küfr edirlər, dinlə istehzad edirlər. Yəni, insanların baxırsan ki, İslamdan irtidadı bir yöndən deyil. Danışdı da görürsən ki, bunun irtidadının sayı-sabı yoxdur. Bu insan İslamdan biri yox, 5 qapıdan çıxıb. Onu zikr etmək istəyir ki, yəni küfür, İslam pozan əməl, irtidadı o qədər yayğındır ki, bir insanda baxırsan ki, irtidadın növbə-növ feilləri, etiqadları, əməlləri insanların üzərində var. Və onun üçün deyir ki, əşədduhum müxalifətən mən xalifə fil cəmi. Ən şiddətli müxalifət edənlər bunun hamısını pozanlardır. Bu birinci idi. Və sonra buyurur ki, və minən nəsi mən əbədallaha vahdə və ləm yunkir əşşirk və ləm yuadi əhləhu. İnsanlar içərisində elələri vardır ki, tək Allaha ibadət edir, lakin şirki inkar etmir və onun əhlinə qarşı düşmənçilik etmir. Yəni, bu kəs müsəlman olmayan kəsdir. Ki, bu əsli nə etmişdi? Pozmuşdu. Allaha ibadət edir. Misal üçün, bu müasir murciəni, cəhmiyyəni, onların ardıcıllarını, o toplumu içərisində olanların halını bildiyimizə görə deyirəm ki, onların bir çoxunu bura aid etmək olar. Tək Allaha ibadət edirlər. Səcdədə, Ramazanda, duada. Yəni, qəbirlərə gedib tapmırlar. Ancaq tövhid etiqadlarının yanlış, təhrif edilmiş olması səbəbi ilə şirkin əhlinə, şirk edənlərə qarşı düşmənçilik etmirlər. Səbəb çünki onlar müsəlman görürlər. Və bu da nədir bu əməl? Bu da İslam pozan əməldir. Yəni, əsli pozmuş kəsin, müxalifət etmiş kəslərin ikincisi də bunlardır. Və sonra buyurur ki, وَمِنْهُمْ مَنْ عَادَاهُمْ وَلَمْ يُكَفِّرْهُمْ. Üçüncü olaraq zikr edir müxaliflərin üçüncüsü, bu əsli pozanlara, yəni şirk edənlərə qarşı düşmənçilik edir, lakin onları təkfir etmir. Yəni, bu cür insanlar da, bu cür cəmaatlar, toplumlar da mövcuddur. Ya, baxırsan şirk edənə qarşı söyüş də söyür, nifrət edir, heç bir yerdə oturub çörək deyiməz, istəyir laf qohumu olsun, ancaq təkfir eləmir. Bu da nədir? Bu halda olmaq da belə İslamı sabit etmir. Nə üçün? Çünki təkfir, düşmənçilik, ikisi bunlar mütələzim, ikisi də bir yerdə olmalıdır. Yəni, düşmənçilik edir, lakin müsəlman deyil. Bu kökündən səhvdir. Çünki müsəlman dediyin nədir, düşmənçilik etdiyin nədir? Müsəlman deyirsənsə, düşmənçilik etməyə sənin haqqın yoxdur. Və dördüncü buyurur ki, وَمِنْهُمْ مَنْ لَمْ يُحِبُّ التَّوْحِيدِ وَلَمْ يُبْغِدْهُ. İnsanların içərisində elələri vardır ki, tövhidi sevmir, heç nifrət etmir. Allah qorusun, kimlərdir bunlar? Tövhid onun üçün sadə bir şey. Yəni, tövhidi bəsit görən kəs. Tövhidə qəlblə bağlanmaq lazımdır. Tövhidin əsli məhəbbətdən ibarətdir. Yəni, insan tövhidi sevmir, heç nifrət etmir. Bu halda İslam hasıl olmur. Allah Azza və Cəllə buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ. İnsanlar içərisində elələri vardır ki, Allaha taylar edirlər, nid, bənzər. Allah kimi sevirlər. Allah kimi demir artıq. Əgər bir kəsi Allah qədər birisi sevirsə, deməli şirk edir. Artığı yox hələ. Bir insan kimisə, nəyisə Allah qədər sevdiksə, kim olur? Müşrik olur. Muhammed bin Abdülhab bu ayət barəsində buyurur ki, وَفِيهِ أَنَّ مَنْ اِتَّخَذَ نِدًّا تُسَاوِي مَحَبَّتَهُ مَحَبَّةَ اللّٰهِ فَهُوَ الشِّرْكُ الْأَكْبَرِ. Bu ayət dəlildir ki, əgər bir kəs bir nid edər, bənzət edər və onu Allahın məhəbbəti ilə, onun məhəbbətini bərabərləşdirərsə, bu böyük şirkdir. Lakin bu gizli bir şirkdir. Yəni biz müsəlman kimi tanıdığımız insanların bu şirkə ibtila olub olmamasını bilmirik. Allah bilir, qiyamət günü bilinəcək. Lakin
dəhşətli bir şeydir. Bir insan həyatda, zahirdə İslamı yaşayır, lakin batində müşrik olar. Müşrik olmasına səbəb nədir? Məhəbbəti. Ailəsini mi, övladını mı? Deyilmir ki, ayətdə Allahdan artıq sevmək. Kəhubbillə, Allah qədər. Allahın məhəbbəti var. Bütün məhəbbətlər altında olmalıdır. İstənilən bir məhəbbət Allahın məhəbbətinə çatanda insan kim olur? Müşrik olur, böyük şirklə. İndi düşün ki, Allahın məhəbbətini keçsə nə olar? Allah Azza və Cəllə öz məhəbbəti qədər başqasına məhəbbət bəsləyənə müşrik deyir. Yuhibbunəhum, onları sevərlər, kəhubbilləhi, Allahı sevən kimi. Demir artıq kimi. Allahı sevən qədərə Allah Azza və Cəllə nə deyir? Müşrik deyir. Və 5-ci olaraq zikr edir. Və minhum mən kəffərəhum və zəmə ennəhum məsəbbətun lisalihin. İnsanların içərisində elələri vardır ki, tövhid əhlini təşkil edirlər. Və deyirlər ki, bu sizin etiqadınız, əməliniz salihlərə qarşı təhqirdir. Salihləri söyürsünüz. Nə deməkdir? Bu insanlara deyirsən ki, filan ağıya, filan salihə, filan övliyə ibadət etmə. Xristiyana deyirsən, İsa'ya ibadət eləmə. Rafiziyə deyirsən, Əhl-i Beytə, Hüseynə, Həsənə, Fatiməyə, radiyallahu anh, ibadət eləmə. Deyir ki, sən onları söydün. Yəni, elə anlayır ki, sən salihlərin, nəbilərin, rəsulların, övliyanın edilən ibadətindən çəkindirdikdə sən onları nə edirsən? Təhqir edirsən və əvəzində sənə ilə qarşılıq verir, deyirsən kafirsən. Bizdə yəni, çox rast gələn şeydir. Misal üçün, deyirsən, bu seydə ibadət eləmə, Allaha ibadət elə, ağzını elə. Sən kafirsən. İnanmırsan seydə. Bu müşriklərin alı verədir. Belə müasir xaricilərdə də belə bir sifət var. Biz çox vaxt müasir murciyalardan danışırıq. Ancaq əslində müasir xaricilər də var. Elə onlar bir-birlərinin tayıdır, bir-birlərinin qardaşıdırlar. Onlarda da bu şey var. Yəni görürsən, insan tövhiddən danışır, şirkin pisliyindən danışır, məbudlardan, tağutlardan, bəraətdən danışır. Tövhidi apaçıq danışır, ortaya qoyub təşkir edirlər adamı. Həsəd edir. Sonra, yəni insanın ya din anlayışı səhvdir, küfür, şirk olmayan şeyləri şirk, küfür kimi qəbul edir. O səbəbdən də nə edir? Şirki nəhy edən, tövhidi izhar edən, İslamı olduğu kimi insanlara deyən insanı təşkir edirlər. Bu da dinin əslində müxalifət edənlərdən nədir? Olan bir müxalifətdir ki, Muhammed ibn Abdullah'a burada nə edir? Bunu zikr edir. Deyir ki, وَمِنْهُمْ مَنْ buyurur, وَمِنْهُمْ مَنْ كَفَّرَهُمْ وَزَعَمَ أَنَّهُمْ مَسَبَّةٌ لِسَالِهِنْ. İnsanların içərisində elələr də vardır ki, tövhid əhlini təşkil edib deyirlər ki, bu övliyanı, salihləri söyməkdir. Tövhidi bir pis bir şey kimi nə edirlər? İnsanlara çatdırırlar. Müasir murciyaya da buna aid etmək olar. Tövhidi olduğu kimi insanlara çatdırdıqda bunun adını nə qoyurlar? Xaricilik qoyurlar. Xaricilik də əhl-i sünnətin ittifaqı ilə sapıq bir şeydir, nədir? Bir yoldur, bir firqədir, bir məzhəbdir ki, sələfin zamanından ortaya çıxıb və Allah Rəsulü onlar barəsində şiddətli sözlər bildirib. Allah Rəsulunun xəlifələrindən Əli ibn Əbi Talib onlarla qital edib, onları qətl edib. Allah Rəsulü bildirir ki, onlara yetişsəm, onları ad qövmünü Allah qətl etdiyi kimi onları qətl edərəm. Tövhidi izhar edən insanlara nə deyirlər bunlar? Bu, xarici məzhəbidir. Və bu, müxalifət növü həm də bu kəslərlə nədir? Bunlara aiddir ki, həqiqi tövhidi və onun əhlini, onun dəvət edənlərini nə adlandırırlar ki, bunlar xaricidirlər. وَمِنْهُمْ مَنْ لَمْ يُبْغِدْ əşşirk وَلَمْ يُحِبُّهُ. 6-cı olaraq zikr edir ki, insanların içərisində elələr vardır ki, şirkə buğd etməz və heç onu sevməz də. Yəni, şirkdən insan şirkin nə olduğunu, onun təhlükəsini, onun nəticəsini tam fəhm etmir, dərk etmir, səhlənkar yanaşır. Yəni, şirk onun üçün adi bir şeydir. Şirklə siqaret çəkmək eyni şeydir insana görə. Bu insan da kimdir? Müsəlman deyil. Şirki sevmir, heç şirkə buğz etmir. Bu adam kimdir? Müsəlman deyil bu adam. Mütləqdir ki, insan şirkə nə etməlidir? Buğz etməlidir. Nə üçün? Çünki şirk Allah Azza və Cəllənin haqqına qarşı nədir? Pozuntudur. Allah Azza və Cəllənin haqqını tapdamaqdır. İnsan öz haqqı, öz ırzı, öz malı pozulduqda nə edir? Təbii ki, onu xoş görmür.
Əgər insan həqiqətən iman edibsə, Allahın haqqının tapdalanmasına şahid olduqda qəzəblənməlidir, buğz etməlidir ona. Əgər bir insan şirki sevmir, heç buğz etmirsə, həmən kəs əslən tövhid üzərə deyil. Və sonra buyurur ki, وَمِنْهُمْ مَنْ لَمْ يَعْرِفُ الشِّرْكِ وَلَمْ يُنْكِرْهُ İnsanların içərisində eləmək və şirki bilmir. Ona görə də inkar etmir. İnsan şirki tanımalıdır. Şirki bilməyən insan müsəlman ola bilməz. Çünki insan şirki tanıyır, ondan ictinab edir. Şirki bilməyən insan labıddır ki, ona düşəcək. Şirki tanımaq. Tövhidi bilmək kimi eyni şeydir. Şirki tanımayan insan tövhidi tanımamış sayılır. Deməli, tövhidə müxalifət edən bu əsli pozanların birisi də kimdir? O kəs ki, mən ləm yərif əş-şirk və ləm yunkirhu. Şirki tanımır, bilmir, heç onu inkar da etmir. Müsəlman ola bilməz. Ömər ibn Xattabın belə bir sözü var, deyir ki, yufşəku ən tənquda ural-İslam urvatan İzə nəşə fil-İslam mən ləm yərifil cahiliyyə. İslamın ipləri bir-bir qopacaq. O zaman ki, İslamda yetişən nəsil cahiliyyəni bilməyəcək. Cahiliyyə nədir? Yəni şirki bilməyəcək. O şirki bilməyən, böyüyən nəsil müsəlman ola bilməz. Şirki tanımalıdır insan. وَمِنْهُمْ مَنْ لَمْ يَعْرِفِ التَّوْحِيدِ وَلَمْ يُنْكِرْهُ Və bu müxalifət edənlərin birisi də tövhidi bilməyən kəs. Tövhid tanımayan kəs. Tövhidi bilməyən insan müsəlman ola bilməz. Tövhidi bilməyən insan müsəlman ola bilməz. وَمِنْهُمْ مَنْ لَمْ يَعْرِفْ التَّوْحِيدِ وَلَمْ يُنْكِرْهُ Tövhidin birinci şərti nədir? Elm. Allah Azze və Cəllə buyurur, فَعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهِ Bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Bil ki, bilmək. Mən mətə, Allah Resulü Aleyhisselatü Vesselam buyurur, və huvə ya'ləmu ənəhu la iləhə illallah daxaləl cənnə. Kim la iləhə illallahı bilərəkdən ölərsə cənnətə daxil olar. Bilmək. Ayətdə də, hədisdə də Allah və Resulü qeyd edir, şərt edir, elmi, bilməyi. Elm sözdən, etiqaddan, əməl, hər bir şeydən öncədir ki, o barədə insan doğru təsəvvür olsun. Və sonra buyurur ki, وَمِنْهُمْ وَهُوَ أَشَدُّ الْأَنْوَاءُ خَطَرًا Və bu insanlardan, tövhidi pozanlardan birisi də ən şiddətli şəkildə, bu növlərin içərisində ən şiddətlisi olaraq zikr edir. Mən əmilə bit-təvhid, tövhidlə əməl edir. Lakin ləm yərif qadrahu. Lakin qədrini bilmir. Tövhidlə əməl edir, şirk etmir. Lakin qədrini bilmir. Və ləm yubğid mən tərəkəhu. Qədrini bilmədiyindən də tövhidi tərk edənlərə buğz etmir. Və ləm yukaffirhum. Təkfir etmir onları. Bu nəyə göstərir? Yəni, insan üzərində olduğu tövhidin qədrini bilməlidir. Allah onu sənə nəsib edib. Milyonlarla insansa ondan nədir? Uzaqdır. Bilmirlər. Qədrini bilməlidir. Daima onun təşəkkürünü Allah Azze və Cəlləyə nə etməlidir? Qaytarmalıdır. Allah Azze və Cəllə Zümər surəsində buyurur ki, وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Onlar Allahı haqqı ilə qiymətləndirmədilər. Onlar Allahın qədrini bilmədilər. Zümər surəsi 67-ci ayədir. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Onlar Allahın qədrini bilmədilər. وَالْأَرْضُ جَمِيعًا قَبْدَتُهُ يَوْمَ الْقِيَامَةِ Qiyamət günü bütün yer onun ovcunun içərisində olacaq. وَالسَّمَاوَاتِ مَتْفِيَّاتٌ بِيَمِينِهِ Bütün səmaları isə sağ əli ilə büküb yığacaq. Subhanahu və Teala əmmə yüşrikun Allah onların etdiyi şirkdən uzadır və nöqsansızdır. Müşriklərlə bağlıdır. Lakin Allah Azze və Cəllə bu ayətdə onların hansı əməllərinə görə pisir, qədrini bilmədilər. Allahın qədrini bilmədilər. Burada da bu müxalifət növlərinin içərisində Muhammed ibn Abdülvahhab buyurur ki, Mən əmilə bit-tövhid. Müxalifət edənlərdən birisi o kəsdir ki, tövhidlə əməl edir. Lakin ləm yərif qadrahu. Lakin qədrini bilmir. Və sonuncu olaraq bu müxalifət edənlərin din nəslində 10-cusunu zikr edir. Buyurur ki, وَمِنْهُمْ مَنْ تَرَكَ الشِّرْكِ İnsanların içərisində yaratıcı ki, şirki tərk edər. وَكَرِهَهُ Və şirkdən xoşlanmaz. وَلَمْ يَعْرِفْ قَدْرَهُ Onun qədrini bilməz. Yəni şirkin necə pis şey olduğuna fikir verməz, əhəmiyyətsiz görər onu.
Və ləm yuadi əhləhu və bu səbəbdən də əhli ilə düşmənçilik etməz. Və ləm yukaffirhum və onları təkfir etməz. Və sonunda Şeyx Rahiməhullah buyurur ki, və həuləyi, bütün bunların hamısı, yəni bu sayılan 10 nəfər din nəslinə müxalifət edən, vəsifdə olan insanlar. Və həuləyi qad xaləfu mə cəət bihil ənbiyə. Bu adamlar hamısı bütün nəbilərin gətirdiyinə müxalifət etmiş kəslərdir. Min dinilləhi subhanahu və teala. Allah Azə və Cəllənin dini olaraq bütün nəbilərin, rəsulların gətirdiyi şeylərə, yəni tövhidə, din nəslində müxalifət edən, tövhidin xaricində olan kəslərdir. Vallahu a'ləm. Sonunda da buyurur ki, Allah Azə və Cəllə daha yaxşı bilir. Bu, Şeyxülislam Muhammed bin Abdülvahhab Rahiməhullahın Asl-Dinul İslam və Qaidətuhu Əl-Əmran. İslam dininin əsli, yəni tövhid və onun tərkibində olan vaciblər, onun tərkibi, onun rukunları və ona müxalifət edən kəslər. Bu, İslam dininin əslidir. Nə artıq, nə əskik. Bu şəkildədir. Bunu öyrənmək dəlilləri ilə hər bir müsəlmana vacibdir. Səbəb özünü nə etsin? Bu tövhidin üzərində qoruya bilsin, sabit qala bilsin. Bunu insanlara çatdırmaq. Bu, bütün rəsulların, nəbilərin mənhəcidir, yoludur. Bunu insanlara izah etmək. Yəni, İslam dininin əsli bu şəkildədir. İrca əhli, müasir murciya, təfrit əhli, bunun içərisində olan şeyləri bunun kənarına çıxartmasına rəğmən. Yəni, onlar deyirlər, müşrikin təşkiri yoxdur, onlarla düşmənçilik lazım deyil, cəhalət üzürdür, bu təhrifdir. Bunu belə bəyan etməyimiz nədir? Yəni, insanlara bildirməkdir ki, bilsinlər, onun içərisindən oğurluq edən firqələri, tayfaları tanısınlar ki, əsl budur. Birdən onun içərisindən sənə bir-iki şey gizləsələr, bir-iki oğurluyu bu adam, oğrudur. Yəni, desə ki, müşrikin təşkiridir nəslindən deyil, bir-iki oğru kəssin, oğurluyub oradan. Dəlillərlə bu şəkildə izah edirik ki, anlayasan, biləsən. Bu şeyin üzərində sabit qala biləsən. Bu, Quran mənhəcidir. Və kəzəlikə nufassilul əyət litəstəbinə səbilil mücrimin. Allah Azə və Cəllə deyir, biz ayətlər təfsilatlı şəkildə izah edirik ki, mücrimlərin, günahkarların, müşriklərin yolu bəlli olsun. Bunu belə izah edirik ki, tanıyasan onları. Və həmçinin müasir əl-xavaric, müasir xaricilər, aşırı insanlar, Allah Azə və Cəllənin dininə qarşı, əhkamına qarşı cürətli olub, elmsiz, Allah Azə və Cəllənin ayətləri barəsində ağılla, özü də pis, naqis, xəstə ağılla fikir yürüdən insanlar. Onların böyük cəmaatı olmur, çünki mümkün deyil, hərəsi bir ağıldadır. Onlar az olurlar, 3, 5, 5, 10 olurlar. Onlardan da birisi sapıqlıq edib, həddi aşıb, bu dediyimiz əslin içərisindən olmayan bir şey. Bura salanda biləsən ki, yalandan salır, bu buradan deyil. İndi bu sapıq insanlar hər yerdə yayğındır. Kim nədə kimisə təkfir etmək istəyirsə, aşırı getdikdə, dinin əslindən olmayan şey deyil, əslindəndir. Səbəb heç anlamırlar əsli. Dinin əslindən olmayan şeylər deyirlər, bu da dinin əslindəndir. Lakin dinin əsli, bax bu şeyxin risaləsində bildirdiyi bu əməllərdir, bu şeylər ki, bunlar dinin əslidir. Biləsən, anlayasan ki, əslində olmayan bir şeyi, bir sapıq əslə salanda anlayasan ki, bu adam nə edir? Hiləgərlik edir, bu adam sapıqlıq edir. Və yaxud da başqa bir sapıq, oradan nəyisə ixrac etdikdə, bir irca əhlindən olan bir kəs, nəyisə oradan, əsildən olan rukunu, oradan oğurladıqda, onda da biləsən ki, bu adam nə edir? Oğurluq edir və bu şəkildə öyrənib sabit qalasan bu dinin üzərində. Allah Azə və Cəllədən istəyirəm ki, bu danışdığımızı, öyrəndiyimizi bizim üçün xeyirli bərəkət etsin. Bu danışdığımızı bütün müsəlmanlara anlamağa Allah Azə və Cəllədən etsin, müyəssər etsin. Bizim dəvətimizi bərəkətləndirsin. Və Allah Azə və Cəllədən istəyirəm ki, bu Ramazanı bizim üçün və bütün ümmət üçün xeyirli etsin. Və əxiru dəvənə ənilhamdülillahi rabbil aləmin. Subhanəkə Allahım və bihamdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və ətubu ileyk.